Cök ağacıdır. Laçın rayonunun Şəlvə dərəsi. Vəlbəyli kəndidir bura. Cök ağaçlarıdır. Çiçəklər açıb, arı maşallah gəlirliyə arı çiçəyə gəlir. Cök ağacına çiçəyə gəlir. Yerdə yurtdadır. Deməli, iyun ayının bugünlərim 9-udur. 9-udur. Budur neçə gündür. 10 gündür bəlkə də yağır, 10 gündür arı işləmir. Bugün baxın deyənə kimi arı işləyibdi. Ancaq yağınlıqdır. Arı çölə çıxamır. Çıxan arını yağış qırır. Yağış kəsir, bekara istəyir kəsə. Arı çölə gedir. Nahad dalacaq bir dənə leysan gəlir, arını məhv edir çöldə. Hara gedirsən ki, arı qırılıb da. Otların arası, çiçəklərin arası, ağaçlar, hər yer demək olar ki, arı ölüsüdür. Arı düşüb, donub, ölüb, soyuqdur. Neçə gündür budur, 10 gündür ki, möhkəm yağışdır, soyuqdur. Şükür, bugün biraz açıb, bugün arı işləyibdir. Cökədə təzə açır indi. Cök ağaçlardır, bax, üzərinə cök ağaçlardır. İndi arı işləyir, bugün işləyib xeyirlə, maşallah. Allah özü xeyir eləsin. Bax, belə çiçəklər var arı. Bax, bu çiçəklərə də arı yağ qəşək gedir. Bax, bu nədirsə, bu çiçəklərə də tökülür. Şükür, böyün arı işləyibdir ki, axşam üstüdür, yağış gəldiyin arı çəkilir yavaş-yavaş. Yığılır yerinə. Yağış arını məhv eləyib. Məhv eləyib arını. Bax, o tay meşələrə işləyir. Meşələrdə cökə var. Cökə açıqdır, cökələrə gedir. Cökə çiçəyinə gedir qəşəng. İnşallah qarşıdan gələn günlərdə hava yaxşı görükür. İnşallah gibi bir ay müddətimiz var da, bal müddəti var, bir ay. Bir ay görə arı nə gətirə bilir.